Salam əziz izləyicilər və treyderlər. Biz yenidən bazarlara bugün baxış keçirəcəyik ki, həftəlik analizlərimizi də gözdən keçirək. Yenilənməli lazım olarsa proqnozlarımızda da dəyişiklik edək. Bu həftə artıq bitmək üzrədir, amma həftənin sonuna doğru bugün cümə günü yenə də investorların, treyderlərin əsas diqqət mərkəzində olan bir hadisə, Amerikadan istehlak inflyasiyası göstərisinin açıqlanması gündəmdən düşmür. Xüsusilə də dünənləri Amerikadan ÜDM və işsizlik müavinətləri ilə bağlı göstəricilərin çox yaxşı açıqlanmasından sonra bugün dərc ediləcək inflyasiya göstəriciləri, istehlak inflyasiyası daha da önəmli rol oynamağa başlayıb. Onu qeyd edeyim ki, dünənləri açıqlanan Amerikadan inkişaf göstəricilər 3,8% rüblük böyümə çox böyük rəqəmdir. Xüsusilə də indiki dünyadakı vəziyyətdə. Ondan sonra işsizlik müavinətlərində də artıq ikinci həftədir ki, işsizliyə dair dövlətdən müavinət tələb edən şəxslər arasında azalma müşahidə edilir. Bu əmək bazarında yaxşılaşmaya dair siqnaldır. Digər tərəfdən isə inkişafda da tələbin olması müşahidə edilir ki, ÜDM-də böyük proqnozlaşdırılandan böyük rəqəmlər mətbuata açıqlanır. Göstəricilərdən sonra biz dollar indeksinin 98,6 punkta kimi bahalaşdığını şahidi olduq. Bu gün treyderlərin ehtiyatlı geri çəkilmə və yaxud da realizasiyası fonunda qismən korreksiyanın şahidi oluruq ki, yuxarı istiqamətdə də 99 punkt qırılarsa 100-102 punkta kimi bahalaşma güclənə bilər. Lakin burada bu fundamental tərəfidir. Texniki tərəfdə baxdıqda isə biz Amerikanın may ayı ərzində ümumiyyətlə dollar indeksində müşahidə edilən eniş fonunda may ayından etibarən bu enişdə aşağı istiqamətlənmiş nizə formasında səngidiyini, zəiflədiyini görürük. Bu deməkdir ki, dollar indeksində geri dönüş, yuxarı istiqamətli geri yeni trendin başlaması müşahidə oluna bilər. Amma bunun üçün ilk öncə düşünürəm ki, gələn həftə ərzində və gələcək 2 həftə ərzində dollarda bir aşağı korreksiyalarda müşahidə edilsin. Çünki yuxarı trenddən sonra bunun bir daha baş verməsi lazımdır. Yəni 2 dəfə ard-arda yuxarı istiqamətli trend dayanıqlı şəkildə korreksiyalarla müşahidə olmalıdır ki, yuxarı dönüşə dair bazarlarda, treyderlərdə əminlik yaransın. Bütün bunlar fonunda biz avro-dolların qiymətinə də baxsaq, biz görürük ki, ümumiyyətlə avro-dollara nisbətən məzənnəsində aprelin 17-sindən korreksiya başlayıb, ondan sonra mayın 13-dən 15-dən sonra yenidən yuxarı bahalaşaraq zirvələr yenilənsə də, bu tendensiyada da apreldən etibarən bahalaşma tendensiyası zəifləyir və yuxarı qalxan diblər arasındakı məsafə də daralır. Bu birinci növbədə həm divergensiyadan xəbər verir, həm də aşağı trendin başlamasından xəbər verir. RSI-yə də biz baxdığımızda görürük ki, aşağı istiqamətlənib 50-nin altındadır. Evroda bir daha önəmli bir məqam odur ki, avroda sonuncu bahalaşma avqustun 1-dən başladı. Bu bahalaşmadan sonra daha doğrusu bu bahalaşmanı biz iyulun 1-dən etibarən avroda müşahidə edilən eniş var 1.17-16-dan 1.14 səviyyələrinə kimi 1.14
14 səviyyələrinə kimi. Bundan sonra təzədən avqustda bahalaşma sanki bu enişin, korreksiyanın 1.17-dən 1.14-ə kimi 3 sentlik korreksiyanın sanki yuxarı korreksiyasıdır. Yəni korreksiyanın korreksiyası A, B dalğasından biz danışa bilərik. Bu korreksiyanın korreksiyası ərəfəsində də aşağı S dalğanın ikinci eniş trendinin başlamasından öncə bir dönüş modeli fiquru biz bazarlarda adətən müşahidə edirik ki, məsələn, dünənləri avroda eniş istiqamətində sürətlənmədə 1.17-30 səviyyənin aşağı qırılması ilə, hal-hazırda hələ o test edilməyib, amma o səviyyənin aşağı qırılması ilə və ümumiyyətlə bu 17.30 və 1.16-80 aralığı, bu dəhliz ümumiyyətlə belə deyək də dönüş modelinin, burada da dönüş modelindən danışanda biz baş çiyin modelindən danışırıq. Baş çiyin modelinin qırılmasından boyun xəttinin qırılması, həmin o dəhlizi 1.17-30, 1.17 aralığını 1.17-30, 1.16-70 aralığını o həmin boyun xətti kimi götürsək, bu səviyyənin aşağı istiqam qırılması ilə avroda çox ciddi yenidən 1.14 səviyyələrinin kimi geri çəkilmə müşahidə edə bilərik. Amma yəqin ki, dollarda dediyim kimi, avroda da gələn həftədən etibarən bu gün bazarın reaksiyasından da çox şey asılı olacaq. Yuxarı korreksiyalar, yuxarı 1.17-30 səviyyələrin test edilməsi, hətta 1.17-90 səviyyələrin yuxarıda yenidən test edilməsi müşahidə edilə bilər. Funtun qiymətinə də baxaq. Funtun qiymətinə də baxdığımız təqdirdə yəqin ki, yuxarı aşağı eyni tendensiyanın şahidi olacağıq. Buradan da deyil də göz gəzdirdikdə burada da eyni tendensiya müşahidə edilir. Sadəcə burada sanki S dalğası, yəni S dalğası üçün S dalğasının başlamasından yox, S dalğasının ortalarına qədər 1.33-70 səviyyələrin kimi funtun qiyməti gəlib. Amma bu o demək deyil ki, yuxarılara bir də test edilməsin. Hətta 1.34, 45, 46, 1.35, 50 səviyyələrinin kimi bir daha testin şahidi ola bilərik. Amma ümumi trend də burada da aşağı ola bilər. Yenə deyirəm, yuxarı gələn 14 gün ərzində, 1-2 həftə ərzində yuxarı bahalaşmadan çox şey asılı olacaq. Əgər bu 15-40 sent müqaviməti 35-50, 34-50 səviyyələri test edilib, yəni müqavimətlər qorunarsa aşağı trend başlayacaq. Yox, əgər bu səviyyələr yuxarı istiqamət qırılıb, bu müqavimət səviyyələri 34-50, 35-50 yəni dəstəyə çevrilərsə, əlbəttə ki, biz yuxarı trendin davamından danışmalı olacağıq. Daha uzun müddətli perspektivdə. Dollar yenə baxdıqda, dollar yenə də dünənləri 150-140 səviyyələrinə qədər bahalaşdı. Hətta burada bahalaşmalar o səviyyəyə gəlib çatıb ki, yəni yaz ayından bu yana qədər artıq, yəni martdan bu yana qədər, apreldən bu yana qədər bizim 151 səviyyələrində maksimumumuz var idi ki, qiymət dünənləri bu səviyyələrə doğru bahalaşır və 150 səviyyələrlə 151 səviyyəsi arasında yəni bir yenilik fərq var. Yəni bu çox böyük fərq deyil. Yəni hər an qırıla bilər və maksimum yenilənə bilər. Burada da yəqin ki, burada biraz ssenariləri gözdən keçirsə, biraz mənzərə fərqli ola bilər. Məsələn, bu günləri Amerikadan istehlak inflyasiyasının açıqlanmasından sonra əgər dollarda biz bahalaşmanın davam etdiyini şahidi olsaq, onda dollar yen 150-60 səviyyəsini, 151 səviyyəsini, 151-15 səviyyəsini yuxarıda qırarsa, bu o demək olacaq ki, gələn həftələr ərzində, gələn günlər ərzində dollarda müşahidə edilən bu korreksiyalar o demək ola bilər ki, dollarda yuxarı trend başlayıb
və 151 müqavimət səviyyəsinin dəstək səviyyəsinin çevrilməsindən söhbət gedəcək onda burada. Yox, əgər bu gün dollarda ucuzlaşma baş verərsə və gələcək günlər ərzində ucuzlaşma davam edərsə, yəni 151-150 səviyyələri qırılmadan burada da ola bilsin ki, dollar yen 1.48 səviyyələrinə, 47 səviyyələrinə qədər düşüb buradan yeni trendə başlasın və yaxud da hətta buralarda 144 səviyyələrinə qədər eniş başlaya bilər ki, onda biz 151 səviyyəsindən sonra iyulun, avqustun əvvəlindən başlayan dollardakı eniş trendinin C dalğasının şahidi ola bilərik. Burada yenə çox şey bu gün cümə günü dolların qiymətindən asılı olacaqdır. Həftəlik analizlərimizə dair bu günlük bu qədər. Mən sizə uğurlar arzulayıram və bu gün Bakı vaxtı saat 16:30-da Amerikadan açıqlanacaq inflyasiya göstəricilərini izləməyinizi tövsiyə edirəm. Yatırımlarınıza, treyderlərinizə sizə uğurlar arzulayıram.